Dünya çempionatının ilk oyun gecəsinin 2 oyunu geridə qaldı. Düzdür, təəssüf ki, mən heç bir oyunu düzgün təxmin edə bilmədim, amma həm birinci oyunun, həm də ikinci oyunun nəticələrini düzgün təxmin edən iştirakçılar var. Hətta hər iki oyunun nəticəsində düzgün təxmin edən iştirakçılarımız var. Nəticələri birazdan paylaşacağım gün ərzində. Hələlik isə vaxt itirməyək deyə ikinci oyun gecəsinin nəticələrini mən deyirəm. Siz də öz təxminlərinizi yerləşdirə bilərsiniz. Deməli, ikinci oyun gecəsinin ilk oyunu Kanada və Bosniya və Hersegovina milliləri arasındadır. Mən bu oyun üçün düşünürəm ki, Bosniya və Hersegovina 1-0 hesabı ilə qalib gələcək. Düzdür, normalda favorit Kanada hesab olunur, amma mən Bosniyadan qələbə gözləyirəm. İkinci oyun isə ABŞ və Paragvay milliləri arasındadır. Bu oyuna isə 3-1 hesabını ABŞ-ın qələbəsini təxmin edirəm. Siz də öz təxminlərinizi yerləşdirin, görək təxminlər, düzgün təxminlər daha doğrusu necə davam edir.